Qarabağ Azərbaycanın ürəyidir. 1993-cü ildə bu torpaqlar ermənilər tərəfindən işğal olunmuşdur. Neçə illər keçsə də, hər kəsin bir arzusu, bir amalı vardı. Qarabağ Azərbaycandır. İlk qələbəmiz 2016-cı ilin aprel ayında Cəbrayıl rayonunun Ləltəpə adlı yüksəkliyə azad edildi. Ləltəpəni azad edən mənim dayım Mayor Elnur Əliyevdir. Daha sonra 27 sentyabr 2020-ci ilin tarixində başlayaraq qəhrəman ordumuz torpaqlarımızı azad etməyə başladılar. 4 oktyabr Cəbrayıl, 9 oktyabr Hadrut, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı və nəhayət 8 noyabr Qarabağın ürəyi Şuşa azad edildi. 2020-ci il 44 gün davam edən müharibə xalqımızın şərəf və qəhrəmanlıq tarixi oldu. Bu, bizim zəfəri minlərlə qəhrəmanlarımızın sayəsində əldə etmişik.